İlk dəfə 1937-ci ildə Snow White and the Seven Dwarf filmi göstərilir. İnsanlar başa düşürdülər ki, onlar əllə çəkdikləri şəkilləri sürətli şəkildə hərəkət elətdirsələr, insanlara video kimi görünəcək. Yəni bu da animasiyanın bazası ola bilər. Amma ilk tam metrajlı animasiya filmini məhz 1937-ci ildə onlar göstərirlər və bununla da indiki dövrdə olan bütün CGI deyirlər də, bu kompüter qrafikası ilə yığılan məsələlərin, animasiyaların, animasiya filmlərinin əsas bazası və ilk belə deyək ki, nənəsi, babası o vaxtda yaranmağa başlayır. Amma indiki dövrdə bunlar elə bir şeyə çevrilib ki, bu CGI məsələləri, kompüter qrafikası məsələləri elə bir formaya çevrilib ki, artıq onlar indiki vaxtın, indiki dövrün video productionında, kino sahəsində əsas rol oynayan məfhumlardan birinə çevriliblər. Yaşıl ekranda məsəl üçün çəkirlər arxanı, özləri 3D qrafika ilə düzəldib adamları ora yerləşdirirlər, amma adamlar hərəkətlərini eləyir, sanki həmin yerdəymişlərmiş kimi. Həmin kinonu davam elətdirirlər və indiki vaxtda sən demək olar bunu hiss eləmirsən ki, bu görəsən qrafika ilə yığıblarmı, yoxsa bunu həqiqətən çəkilibmi? Yəni indiki vaxtda o elə bir texnologiya, elə bir belə deyək səviyyəyə gəlib çatıb ki, artıq onu hiss eləmək mümkün deyil.